Bugün Azərbaycanın şəhid milli qəhrəmanı Səfa Axundovun mövlududur. Yəni anadan olduğu gündür. Səfa Axundov 1958-ci ildə 19 iyunda Masallı rayonundan doğmuşdur. Hələ o uşaq ikən təyyarəçi olmaq arzusu ilə yaşayırdı. Məhz bu arzu qəhrəmanımızı Bakı aeroportuna gətirdi. Bir çox xarici ölkələrdə təhsil alan qəhrəmanımız 1990-cı illər 1-ci Qarabağ müharibəsi başladığı zamanda vətənə qayıtdı. Məhz bir çox uğurlu uçuşlar eləyən, döyüş bölgəsindən mühasirədə qalmış əhalinin çıxarılmasında böyük bir qəhrəmanlıqlar göstərmişdir. Lakin 1992-ci il 28 yanvarda qəhrəmanımız üçün son döyüş oldu və son uçuş oldu. Biz də Milli Qəhrəmanlar Təşkilatı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı veririk. İnşallah haqq dünyasında qəhrəmanımızla görüşməyi Allah bizə nəsib edir. Allah rəhmət etsin. Gəlin qəhrəmanlarımızı unutmayın. Milli qəhrəmanlarımızın yolunu gedən şəhid Vətən müharibəsi qəhrəmanları məhz milli qəhrəmanlarımızın yolunu öyrənərək bugün Azərbaycan hərb tarixində qızıl hərflər yazılmış 2020-ci il Vətən müharibəsini məhz bu milli qəhrəmanlarımızdan öyrəndilər. Biz də arzu edirik ki, gələcək nəsillər məhz qəhrəmanlarımızın qəhrəmanlığı ilə böyüsünlər. Allah rəhmət etsin.